Salam, hər vaxtınız xeyir olsun. Mən Sevinç Süleymanova. 7 iyun 2026-cı il tarixində qəbula düşmüş belə bir sualı sizinlə nəzərdən keçirəcəyik. 72-nin 72-nin kvadratında deyir, ikili say sisteminə çevirən zaman sıfırların sayı birlərin sayına nə qədər çoxdur? Belə olan halda biz çalışırıq ki, verilən ədədi ya 2-nin qüvvətinə gətirək, ya da 2-nin qüvvətləri cəminə gətirək. Baxıram, mən 72-ni nə göstərə bilərəm? 72-ni 8 vurulsun 9 kimi göstərə bilərəm. Aha. Bəs 9-u necə göstərərəm? 9-u da göstərərəm 8 üstəgəl 1 kimi. Bu da bunların qüvvətində. Daha sonra necə göstərə bilərəm? Deməli, 8-i 2-nin kubu vurulsun 2-nin kubu üstə gəlinsin 1. Yenə kvadratı unutmuruq. Mötərizələr vurub astığımız zaman bu eləyir. 2-nin kubunu 2-nin kubuya vuranda əsaslar eyni olduğu halda üstlər toplanır. 2 üstü 6, 2-nin kubunu da 1'ə vuranda bu eləyir 2 üstü 3 üstü 2. Aha. İndi bunu biz vurub asacağıq. Deməli, birincinin kvadratı 2 üstü 6'nın kvadratı üstəgəl 2 vurulsun 2 üstü 6 vurulsun 2'nin kubu üstəgəl 2'nin kubu kvadratı bərabərdir. Bu eləyir 2 üstü 12 üstəgəl 2 üstü 1 2 üstü 6 2 üstü 7 2 üstü 10 üstəgəl 2 üstü 10 üstə gəlinsin 3'ü 2'yə vuranda eləyir 2'nin qüvvətində 2 üstü 6. Aha, 2'nin qüvvətləri cəminə gətirdik, çıxardıq. Bəs indi biz belə olan halda biz necə biləcəyik burada neçə 0, neçə 1 var? Yadınızda qalsın. 2'nin qüvvətləri cəminə gətirdiyimizdə neçə dənə burada 2 varsa, bu deməkdir ki, orada bir o qədər 1 var. Yəni burada sanki 1 vurulsun var. Bu görsənmir. 1 vurulsun var. Bu görsənmir. Burada 3 dənə 1, 3 dənə 1 var. Bəs neçə dənə 0 var? Neçə dənə 0 olduğunu bilməkdən ötürü biz burada ümumi neçə rəqəm olduğunu bilməliyik. 2'nin qüvvətləri cəmində ikili say sistemində neçə rəqəmlər də olduğunu bilmək üçün qaydamız belədir. Ən böyük qüvvətə baxırıq. Ən böyük qüvvətin üzərinə 1 gəlirik. Ən böyük qüvvətimiz 13, üzərinə 1 gələndə 13. Deməli, 72'nin kvadratı ikili say sistemində 13 rəqəmli bir ədəddir. Deməli, burada 13 rəqəm var. 13, yəni 13 dənə 0, 1 var. İkili say sistemində 2 rəqəm var. 1, 0, 1, 1. 13 dənə 0, 1 var. 3 dənə 1 varsa, deməli, 13'dən də 3 çıxarıq. Deməli, 10 dənə 0 var. Deməli, 10 dənə də 0 var. 3 dənə 1, 10 dənə 0. Bunların fərqi də eləyir. Ondan da 3 çıxanda eləyir 7. Deməli, cavabımız 7'dir. Oldu. Sağ olun. Növbəti suallarda görüşənədək belə sualların izahının çox gəlməsini istəyirsinizsə, mənə dəstək ola bilərsiniz.